Oğruq eləməm, uşaq polis biz gəldik. Kimden başlıyor? Kimden başlıyor? Aksakal. Orası şey. Aksakal. Tamam gel ben. Nizam da gel de. Sen gel. Sen gel. Böyle koy hanımlar da sözünü ister. Bizim burayı İsmail Nazır elektrik ulaştırma bölməsində işləyirik. Deməli, bizim buraya yığışmaqdan məqsədimiz bizə buradan köçürmək istəyirlər. Bizə real bir demirlər ki, nəyə görə köçürürlər. Adını qoyublar ki, rentabelli işləmir. Halbuki biz rentabelli işləyirik. Biz əgər rentabelli işləmiriksə, maaşımızda getişmək olar, bir şey olar. Bunların heç biri bizdə yoxdur. Yəni azlığından, çoxluğundan danışmırıq. Yəni biz onu bu gün qəbul eləmişik, çalışırıq burada. Burada zavodda 814 nəfər çalışır. Hər birinin ailəsi, uşaqları, insanların çoxu banklarda, kreditlərdə. Yəni bunların hamısını buradan bizi dağıtmaq istəyirlər. Əgər zavod sökülürsə, bunun bizə bir yer verməlidirlər. Yəni o yerdə yerləşdirməlidirlər. Bizi deyirlər ki, 5 nəfər ora, 10 nəfər bura, belə bölgülər olacaq. Bizim də yaşımızın elə bir dövrüdür ki, əksəriyyət insanların 55-60-ın üstündə insanların. Bizim dövlətimizin qoyduğu qanuna görə 65 yaş pensiya yaşımız olduğu halda 55 yaşdan sonra hamımız gözəl bilirik ki, iş tapmaq çox çətindir. Bütün elanlara baxırsan 35 yaşın üstündə istəyirlər. Yəni işə bizim girməyimiz bu yaşdan sonra çox çətin bir vəziyyətdir. İkinci tərəfdən, əgər biz rentabelini işləmiriksə, neçə ədəd firmalar yaradıblar, şirkətlər yaradıblar. Bizim ərazimizdə gəmilərdə həmin şirkətlər işləyirlər. O şirkətin işçiləri hamısı zavoddan yüksək maaşa görə gedən insanlardır. Yəni bir hardansa gətirib, hardansa yetişdirməyiblər. Zavodun hazır kadrlarıdır. Yəni əgər bu bizdə nəyisə rentabelini deyilsə, tutaq ki, ixtisar deyirlər. İxtisarın da maliyyə qanunları var. İxtisarın da hansı şəkildə aparılması var. Yəni, ixtisar eləməyin qaydaları var. Burada körtəbii şəkildə insanları çıxartmaq olmaz. Bizim möhtərəm prezidentə, Mehriban xanıma müraciətimiz odur ki, bizim bu kollektivin elədiyi müraciətə nəzər diqqət yetirsinlər. Bu qədər insanın həyatı ilə çox çətindir. Həyatı ilə oynamaq deyərdim mən buna, bu yaşlı insanların. Burada cavan nəsil çox azdır. Yəni, artıq dərəcədə xahiş edirik ki, bizə münasibət göstərsinlər. Yenə deyirəm, əgər rentabelini işləmiriksə, bizə ayırsınlar. Biz MMC şəklində özümüzü dolandıra bilərik. Çox sağ ol. Sağ ol.